Geçen dərs dediyim kimi, mən son iki dərsi yenidən başladım izləməyə. Biri Naparlar idi, Naparlar. Bir də Pain Client. Ondan sonra təzə sizə Labus'un falan da gələcək. Las Vegas birində Pain Client izlədim. Sırf çalışıram. Bütün Pain Client Labus'u sportdan istifadə etməyəcəm və birlikdə apply edəcəyik proyekti üçün. Tak, baxın, Pain Client bilmək nə deməkdir? Bir fikriniz olmalıdır çünki bir minut var izah etmişəm. Amma yenidən öz keçirim. Deməli, Paint deyir ki, nə vaxt sizin bir dənə appiniz varsa, yəni bir tüm proyektiniz varsa, monolit appsə, orada istifadə etməyə ehtiyac yoxdur. Çünki var zaten bütün servisləri öz daxilində çağıracaq. Amma yox, sizdə əgər proyekt sayını görürsünüz, bir dənə proyekt var, bir yerdə. Əgər dilənirsə, onda sizə Paint ehtiyac yoxdur. Nəyə görə? Çünki bütün prosesi bunun içindən birbaşa həll edirsiniz. Yox, əgər bunun içindən başqa bir proyekti yeri çağırırsınızsa, məsələn, belə bir istifadə edirsiniz, belə bir şey. Artıq sizə bu microservis nəyə görə? Micro demək kiçik servislər bir neçə bir, iki dənə servis var, microservis. İki dənə yəni proyekt. Bu işə artıq gedir. Mən nə izah edirəm? Sizdə əgər bir dənə proyekt varsa, məsələn, bu bir dənə proyektdə, bu monolit sayılır. Nəyə görə? Monolit olmayan yəni bir dənə proyekt. Bu öz içində hər şeyi eləyir. Məsələn, kontroller var, macro var, videosu var, entity və bazı birbaşa öz boşluq. Yox, ola bilər ki, sizdə hətta monolit app deyil, microservis app deyil. Microservis demək ki, proyekt bir dənə olur, birdən daha çox olur. Məsələn, belə bir şey, baxın. Burada iki dənə proyekt var. Bir BSF var, bir də bu var. Bunlar hər ikisi bu bunu çağırır, birlikdə bir-birini çağırır. Yəni, bu gelir bura müraciət edir. Nəyə görə? Çünki bu əməliyyat əsas burada aparılır. Bu sadəcə bu gelir bunu çağırır ki, əməliyyatları aparılır, məsələn, databazla müraciət edən gələn dəyərləri görə bilsin. Bir tane. Burada uzun Pain Client istifadə edilir. Nəyə görə? Çünki bu tamamilə başqa yerdədir, bu da başqa yerdədir. Bunlar bir-birini görməsi üçün nə lazımdır Pain Client? Yəni, client olaraq bu bu client çağırmalıdır. Client nə demək? Yəni, müştəri. Bu bunun müştərisi bütün dəyərləri bunu istifadə edib buradan gətirir. Çünki bu bizim BFF-imizdir. BFF nə deməkdir? Backend for frontend. Mən izah etmişdim. Yenidən yazıram. BFF backend for frontend. Yəni backend for frontend demək ki, frontend birbaşa bu proyektə müraciət edir. Buradan sonra bu proyektə öz daxilini gəlib bura müraciət edir. Databazadan dəyərləri gətirir. Gətirdiyi dəyər yenidən qaytarır bura. BFF. BFF həmin dəyərləri verir frontend. Ondan sonra bir saytda həmin dəyərləri görmüş olur. İndi biz nəyə görə Pain Client istifadə edirik? Pain Client istifadə edə bilərsiniz və yaxud da ki, onu istifadə etmək manual da edə bilərsiniz. Yəni, əllə. Siz istifadə etsəz, sizin işiniz asanlaşır. Çünki bir çox prosesi avtomatik arxada handle edir. Birazdan getirəcəm aslında. Yox, etməsəz, siz URL-dır. HTTP request-lərdir. HTTP request-lər, yəni bu app hansı portda qalsın. Məsələn, bu app portda qalsın da hansı. Burada yazıraq. Hansı portda qalxır, onun hamısını öz manual bu appin içindən çağırmalısınız və s. Hamısını manual edirsiniz. Responsları manual çevirirsiniz, pasiyen çevirirsiniz. Hamısını manual edirsiniz. Amma Pain istifadə etsəz, hamısını bu avtomatik seçmək edir. Kodunuz daha sadə olur. Problem bug çıxma ehtimalı azalır və idarə edilməsi kodun daha da rahat. Proyekti Pain Client-lə istifadə edir. Adı üstündə. You have microservices. Microservice nədir? Bu microservice type 2 dənə. Microservice biz Pain Client-lə istifadə edirsiniz. One service needs data from another service. Gördüyünüz bir servis digər servisdən data əldə edilməyə ehtiyacdır. Bu servisin mənim haradan ehtiyacdır data əldə etməyə? Birazdan göstərəcəm o servisi necə çağırır. Bu bitənliyi tərəfinə gəldik. Pain Client istifadə etmək üçün hər bir kitabxanası var, hər bir sizin istifadə etdiyiniz framework. Məsələn, bu framework'un da öz kitabxanası var, hansı ki, bunu biz independent olaraq əlavə edirik hər kodumuza. Build gradicası. Kodumuzda da o build gradicası var. Diğer bir kodu bu hissəyə əlavə edirik. Bura. Ondan sonra biz artıq Pain Client tanınır tərəfindən. İkinci step nədir? Enable Pain.
Biz main klasımızı e-commerce application. Burada genel bir framework geçiyor ki framework bizim işlemiş olsun. Burada yeterli içinde bakın main var. Genel bir framework. Base packages'da framework client yerleştiği yeri bir başka təcrübə verirsiniz ki, gəl onu görürsünüz. Interface yaradacaq birazdan. Bunları artıq praktik olaraq göstərəcəm. Və daha sonra yerləri verirsiniz, servis yaradırsınız, client inject edirsiniz servisin içinə, inject edin. Hansı ki, mən sevmişdim, dependency inject edir və s. Bir də hal-hazırda client-ə ən çox rastlaşılan problemlər nələrdir? Məsələn, proqramist onu yazır, amma işləmir. Bir şey hal-hazırda. Ya URL sətirə bilərsiniz, bir. Baxın, burada URL var. Burada URL var. Buradakı URL səhv verə bilərsiniz zaten. Port 80-80-dədir, siz 80-85 yazı bilərsiniz və s. Bir orada problem ola bilər. İkinci, pəz mismatch. Və bu pəzdir. Client-in içində. Bu hansı pəzdir? Gedib axtarırsınız. Bunların məsələn bir dənə səhv yazırsınız. Avtomatik edib onu tapir edəcək və siz problem edirsiniz. Ona görə onlar diqqətli olmalısınız. DTO fields not matching response. Bu mənası nədir? Sizdə DTO var biliyorsunuz. Bunun DTO'sunla bunun DTO'su eyni olmalıdır. İki bir-birinə həqiqətən qarşılasın. ID full name price. ID full name price. DTO'lar eyni olmalıdır. Fərqli olsa əgər mapper izahlanmışıq. Target source teması var idi, izahlanmışdır. Okay. Bir də forgetting enable frame price. O da nədir? Bu main klasın içində verilən obyektivlər. Enable frame price. Bunu da unutsanız, enable işləyəcəksiniz. Bir kodası da batan çağırılır. Summary. Frame price simplifies service to service calls. Bundan unutmayın. Yəni, sadələşdirir bir app'in digər çağırmasını aralarına qurur. Best choice for microservices. Microservice'lərdə best choice'dir. Yəni, bu microservice prinsipidir. Burada ən ideal yanaşma frame pointlərdir. Üçüncü isə doing readable, production ready. Doing çox sadə yazılır kodları. Readable-dır, oxunaqlıdır, production ready. İstifadəyə bir başa geçilir. Yəni, kodlar seçsin. Okay. İndi mən praktikasına yiyəcəm sizə. Bir göstərəcəm frame pointimizdə. Necə, qoyulmaq sahib. Baxın, birinci burada nə yazdım? Enable frame point in main class. Buradan başlayalım. Ən birincisi siz app'in eynisiniz. Client interface yaradırsınız. O gəlirəm bura. Mən bu bir yetetim. Bu da MS'in. Microservice. Bunu run etsəm. Buranın için. Yəni, gözlüyüm mən orada bir çox bilgisəm. Buna baxın, bu proyekt run oldu. Hansı portda atdığı 80-80'də. Okay. Bu proyekt öz-özündə işləyir, düzdür. Amma bir də bunun, məsələn, digər proyektim var mənim. Baxın, bu hansı portda qaldı? Resource application yanına baxsaz, 90-30 portunda qaldı. Yəni, bu app'i run etsəm, işləməyəcəm. Nəyə görürsən ki, burada problemlərdir. Kontrol edin, görmür. Servisin bunu görmür. Problemlər buradadır. Mən bir dənə etməyə yerdə basım. Bir dənə interface yaradıram. Interface'in məqsədi nədir? Client olaraq interface portda körpü olacaq ki, mən neyim? Dedim, bu birisi app'i çağırır. Yəni, onu yaradım. Bura gəlirsiniz. Bir dənə package yaradıram. Client adını. Okay. Bura verək ki, adına nə verək? Interface kimi yaradırsınız. Çünki interface nəyə görə yaradıram? Interface'in içində body olmur. Birinci, yaratmamış nədir? Bir sual verir. Mən bu izah elədim sizə, argumentasyon üzərində, hər iki nəzəri. Nəzəridə kimin nə sualı və kimin nə maraqlı olan məsələlər var, desən sonra. Kimin nə qanatlı qaldı və yavaş yavaş mı? Söz edirəm, sənə zeynəm. Baxın, burada qaranlıqdan qalır sizə deyil, sonra praktikasını deyil.
Okey. Onu bırakacağız. Aşağıdan. Gelsin. Daha bir dənə kvantum interface adı da olarak kvantum yaratdım. Ne var bu kvantum? Ve bu kvantum içinde neler var? Bu bazeler var. Şeyler var. Endpointler var. Bu ki gelip ben diğer çağırdım. Buradan da çağırdım. Bakın burada bir tane şey var. Example frame var. Bu da buradan da kvantum. Böyle bir app'in içinde. Birinci app'in içine tekrar edemezsiniz. Beyin kvantum tekrar edemezsiniz. Buna ki en son sahip, en son sahip. Bakın. Bu formatta bura geçiyor. Hepimiz aşağı yazışız. Beyin kvantum. Beyin kvantum neyi var? Bir name veririz buna. Mesela olsun. Product. Client. Daha sonra düşürsünüz bir tane URL verirsiniz. URL'ı hardan götürürsünüz? Bu URL'ı gəlirsiniz application yanında bura basın. Hareket çıxartın. Application yanında. Bir tane application yanında içində belə bir URL atmışsınız. Application product, client product ms. Yarım bura. Application, client, product ms. Görürsünüz. Bir hərfdə bir location. Bu nəyə location? Fikir verin. MS'in veya hansı portda qalxır? 80-80'də. Mən gəlirəm bura, həmin portu yazıram bura. Ki mənim proyektim, bu proyektim 80-80'ə qalxır. Bu ikinci proyekt. Qalxan bura. Avtomatik onu çağıran gelip burada onu görsün. Ki hə o 80'də qalxır. Bu dərhal orada baxırsın 80'də. Application, client, product ms. Bu üstlərindən adı görə bilirsin. Mən bu adı verir. Bu yarım bura. Bu formatla istifadə edəcəmsin. Dollar şəbəsində. Gəlir. Burada bir tane bak mesela. Very prominent olarak yazan bir application. Bunu arzulatmadan geçirdiren application nokta client nokta product ms product aynı bu sonra bassa ne yapar? Gördünüz. Bura bassa burada bir tane şey dersin MS sitesi yazısı. Bu görünür. MS'in adam. Burada MS başına basıp karşı. Mümküne göre burada MS kliyenti var. Onu silerim. Sarı ışığı aldım. Birisini getirse 5 diyeceğim. İndim sağlık olmuş diye geldi. Klientimi yarattım. Bir tane de burada düşündüğüm gibi şuraya aşağıda artık biz neler yapıyoruz. Vazgeçelim. Bu şekilde. Metot. Yarın MS. Burada metot var. Bak bir tane create'im var. Yayına da product bitiyor, create, product bitiyor da parametre olarak benim ve yarın aynı bu formatta buraya product bitiyor, create, product bitiyor, product bitiyor. Bir tane de şimdi bu endpoint'i var. Ve buna bakmışsınız. Sizden de gösteriyor. Request byte. Burada gösteriyorsunuz. İkinci projekt. Sizden request byte'i gösteriyorsunuz. Request byte'inde bırak atmalısınız bir işte. Onu da import edip import lazım. Bir tane de en üstüne ne yazırsınız? Mesela burada application post mapping geliştiriyoruz. Post mapping products. Request mapping products diye. Endpoint'inde post mapping. Post mapping. Ve yazırsınız products. Okay. Products. Başka hiçbir şey yapmış. Ve gelirsiniz birinci endpoint'iniz lazım. Bunun hangisi yazmış parçası göstereceğim. Şimdi gelip bunu çağırdım. Bu adı hazır. Bunu çağırdım. Hiç önemli değil. Bir tane bunu kopyalayayım. Bunu göndereyim. Yani bu var size. Get by ID. Aynı şeyler bu. Hiçbir şey değil. Bir tane de buna baksın. Burada ne var? Get mapping. Product slash ID. Yarın bunu. Get mapping. Product slash ID. Görüyorsunuz da aynı şeyi görüyorsunuz. Ve yarın diğer endpoint'da get pop. Ben de bir neçesini daha kullanmış. Ki yani görmüşler. Ben bunu da götürdüm. Atıram bırak. Yakıta veriyor.
Bunlar lazım değil. Lazım değil. Listi import edirəm. Çok daha hazır getir. Baxıram bura. Get olan ne var? Get mapping'li bir dənə product. Nasıl başında product? Product get mapping. Bir dənə bu da ID çünki əlavə yazmışım. Product get mapping seçirəm. Bura. Bura get mapping. Product. Bu da geriyə nə qaytarır? Bütün məhsulların hamısını geriyə qaytarır. Diğerler de buradan götürecek. Çünkü yeni şeylerdi. Sen update düzeltiyorlar. Yayın platformuna bak. Getirsin. Bunu da bunlar bunlar aşağısı. Şimdi bakın. Ben de burada yoksa ne deyirdi? Client interface'ini yarattık. Biz neydi? Client interface'ini yarattık. Bunun işi neydi? Gelip bu bir adlandırmayla arzularla neyi aktarır? Bunu aktarır. Neye esas aktarır? Mesela product create'ler. Bir tane post mapping product. Post mapping product. Burada ne var? Get mapping product slash id. Get mapping product slash id. Vesaire bu arzularla hamısı gelir. Deməli bizde ne var? Biz bunu yazdık. Okay. İkinci yerine enable frame client in main class. Bunu oraya enable frame client götürürüz. Base packages demek. Yani for example bir e-commerce package. Yani diğer bu client interface'i görsün. Onu ölmeye çalışacağız. Esas açı gelirsiniz. Burada yazdı bak. Götürürsün bunu enable frame client'a atırsın. Base package olarak scan edeyim ve gel client'ı tapar. Ondan sonra gelir Spring Global gidəsiniz. Frame client istifadə etmişsiniz. Bu hissəsi də bu şekilde. Daha sonra gelirsiniz. Enable paying client main class oldu. Add paying config class pussy logs. Add paying config class pussy logs indi göstərəm sizə. Gəl bura bir dənə nə yazırsınız? Olsun config. Onu da göstərəm. Okay. Bu config değişmiyor config. Eyni buradaki. Hiçbir şey değişmiyor. Config olduğu için götürüp almışsın. Her bir şey eyni olacak. Bu biraz izahını vereceğim ki bu neye göre cızılmasın. Her şey hazır. Demək olar ki. Mən bağlayıram. Yarım təzədir. Add paying config class pussy logs. Bunu da əlavə etdik. Birazdan istifadəsini düşünürsünüz. Bir de burada var ki ensure that you in app and client are same. Demek ki bunun videosunda bir ID full price. Çağırdığın app'in videosu en olmuş eyni şey. ID eyni şey. Onu da yokladı. Burada bir tane check edilir. Yani call client class from service class by injecting it. Ne demek? Ben inject eda servisin içine girdim. Demişim ki burada burada bir ben servisin içine ya. Servisin derim ki ne derim? Derim ki call client class from service. Client class nedir? Client class interface. Derim bunu servisin içinden çağırıyoruz sağdan. Main yere by inject it. Bak burada ben ne dedim? Inject it. Dependency demek yani ben bu klasa bu interface'den alsın. Çünkü içinde ne yiyor? Onu çağırdım. Her birini çağırdım. Öngör ben ne yedim? Dependency inject edim. Inject edip çağırdım. Geldi. Okey. Deməli bu da artıq gəldi. Hazır. Inject necə işləyir? Client'ın getirib inject edir. Private client, product client. Bu artıq həmin bu variable name var. Burada istifadə edir. Create gedirəm. Sonra get by IC gedirəm. Daha sonra get all vesaire antrenör gedirəm və çıxıramdan sonra. Deməli bu neydi? Inject edir. Dediğim add dependency bu gravel. Dependency. Bu app'in içinde ne var diye. Bir gravel. Open frame. Abi open frame. Dependency. Dependency'ni yazmasın. Frame partinin içinde değil. Bunu yazma lazım. Yarın söz değil. Yarın rahmet open frame. Abi open frame bir daha. Ve size bir şey göstereyim. Bu olmasaydı eğer. Bakın. Bunu sildim. Open frame yok ben. Jill Gravel'ın için. Yani burada client içine geleceğim. Open frame'i görüp frame client bilmesi işte.
Onun işləmə sürücüsünüz, bura OpenPay-ni əlavə edirsiniz. Daha sonra dənəniz refresh edirsiniz. Refresh atdınız, yükləyir bağlasın. Yükləsiniz, bitir. Buraya gəlib burada işləyəcək. Onu hardan götürürsünüz? Gəlirsiniz sayı bura, yazısı ki, OpenPay dependency. Burada. Optikdən görə daxil olur. 5 nöqtə dirək basın. Bunu götürürsünüz, atırsınız sarı çıxlasınız için. Bir rəqəm alsın. Sonra da siz həmin Chain Client-i tanıtıyorsunuz. Bu da hazırdır. Deməli, bunu da qarşılayın. Add dependency qradlar var, demək. And add this to YAML file. Bu sizin nəyiniz var? YAML failiniz var. Bu kod blokunu, login level, for example, bir client debug. Debug'ı nəyə görə edirsiniz? Mən bura bəyər bilməz, beyin konfig alacağım. Beyin konfigi mənim asıldı ki, bax, burada nə göstərir? E-commerce client. Deyir ki, client üzərindən bütün müraciətlər olacaq, birazdan requestlər göndərəcək. Hansını deyir, loglar. Deyir, debug formatında loglar. Yəni, bütün dataları mənə sətir və sətir deyir. Bunun fərqini yeni izah etmişdir. Onu hələ yazmayacağım. Onsuz bir də 10-cu yerdə fərqləri izah etmişdir. Bağlayıb. Bir application. Ekran gələm. Service ID client. Gəlib. Alırmışım. Ben de görmek üzere. Slash bölmemişim olmasın. Peki bunu göstermem. App'in grafda ayarını göstermiş. Bir tane de bunu çağırdı. Bunu da bana göre. Burada 80-80 ayarlar. Yağmur içinde daxil olurum. Yağmur görürsünüz. Burada 80-80. 80-80 bu grafda ayarlar. Yarın bir yeri. Birincisi neyimiz lazım? Buradan da Create Products. Create Products'ın içine basıram, harı gəlir, bura gəlir. Bir dənə də basın Frankline. Bu nəyi? Bir Products, Post Mapping Products Create altında başqa bir app'də belə verin. Product Create gördüyünüz yapılan. Bu nəyi? Gəlir, həmin yük göndərdiyi üçün. Həmin yükünü götürür, save edib hara. Bir data bazı edəcək. Database repository save, həmin o gələn dəyəri. Save edirsə, bu getləri bazaya düşür. Yazıda haşkizlərdən ora düşür. İndi test edeyim. Gəlirəm bura. Osmanlı açıram. Burada məndə BF Products var. Post, BF Products. O necə işləyir? Gəlirəm BF Products. BF Products. BF Products. 96 portunda body olaraq nə istəyir məndən? Create'in body'sinə baxmaq. Niyə body? Çünki burada nə yapmışam? Request body. Request body olmaq burada body'yi aldım, onun için altında yapmış. Body məndən nə göstərir? ID, full name, price. ID yazmışız. ID auto-generated olan bir şeydir. Avtomatik artır. Adı da qiymət yazmışız. Full name, MacBook Pro, M3, price 400. Gəldik, bunun ikisində yazın. Bir request'i göndərir. Gördüğünüz yalan. Bir ID'si bir, adı bu, price'ı bu. Biz nəyə görə bu burada görsənir? Çünki mən create eləyəndən sonra demişəm ki, geriyə nə qayıt yaratmışsınız, onu qayıtlarına qoyacaq. Qayıtardıq nədir? ID full name price verir. ID full name price nə response olaq qayıtlarını geriyə. Güzel. İndi baxın, loglar da var. Gördüyünüz nə var? Loglar. Logu təmizləyirəm. Yarın duram. Bu logu təmizləyirəm. İndi nə edəcəm? Burada sizdə get by ID. ID-sinə görə məhsul getirirsiniz. Bu məhsulun ID-sinə görə gətirəcəm. ID-sinə görə məhsul gətirməyə çalışacağım. Get by ID. Yaranmış məhsulun ID-si necədir? 1. Yaran bura. Buraya yazılan 2. Kataj da olacaq. Çünki nə deyir? Tapmadım. Yarın bura seçmiyor. Baka geldi. Not found. Bir 404 not found. Çünkü öyle bir ID yok. İşaretleyen bir var. Onu buraya yazsa değerlidir. Request gönderdim. Gördük değerim geldi. Bir emeli loglara bak. Hiç ne yok. BF'nin altında değil. BF'nin altında. Məlumat verdiğiniz bir log yok. Bomboş.
Logo əlavə etmək üçün isə biz bu yaxın bir şey əlavə edirik. Gəlirsiniz bura, qaldır. Bura var idi, bax, application yanı. O blok yüzlər içində qoyarsınız. Logo level, for example, apply götürürsünüz. Gəlirsiniz. Yazırsınız. Bırak. App'i yenidən əlavə etsin. Görünəndə dəyişəcək. App qalsın da. Nəzdən gəlirəm. Create edirəm. Create edirəm. Gördünüz yarandı. ID2. Yarın logo baxın. Görün logo nə qədər dəyişiklər. O artıq sizə hər şey göstərir. Content type, contentin lengthini göstərir. Application tipini göstərir. JSON formatında. Göndərdiyiniz dəyərləri bir-bir göstərir. Nəyə görə? Çünki mən burada demişim ki, debug mode parametrləri daxil. Yəni bütün requestlərin bir-bir detallarını göstərir. Saatına qədər göstərir. 15:53 indi bizim saatdan deyil də. Zon saatlar fərqlidir. Fevralın 6-sı 5-ci gün hamısını göstərir. Timeout 60 saniyədir. Bütün yenisi nə lazım dəyərlər var. ID'si 2-dir, adı MacBook Pro 3-dür, price 4500. Hamısını göstərir. İndi sıfıram. İndi onu get edirəm. Və ya get edəndə işini gəlmir. İkini get edirəm. Dəyər gördük gəldi. Yarım gətirdi dəyərin bir hamısını göstərir. MacBook Pro 3 ID 2 ilə. İndi ID 1-i də artacaq. Sonra blok edirəm. ID 1-i də artacaq. Gördünüz, indi ID 1-i gətirir. Nəyin sayəsində? Əslində zaten gətirməni gətirir, amma detalları göstərmir. Daxvar ekranı. Bir də Logo level debug modda vermişsiniz ki, bütün daxvarını gətirir və bir-bir detalları göstərir. Amma mən gətirdim. Burada bu. Bir timeout saniyəsinə qədər hamısını sizə göstərir. Və endpoint yüzünü özünə qədər göstərir. Bunu hətta kopyalayıb, onu da götürüb pozma alıb işlədə bilərsiniz. Gələrsiniz. Onu da pozma alıb bilərsiniz, istəsəniz. Belə də getməz. Amma sizdən sonra bir şeydir. Mənim olsun deyil. Okey. Və xülasın, mən burada nə edirəm? Mən filmin appım var idi. Bu, bonus var. Onu da biz meylədik. Bir dənə interface yaratdım. Daha sonra interface yaratdım ki, gedim bu interface sayesinde diğer app'ını çağıra bildim. Daha sonra biz gəldik. Frame config yarattık ki, bütün loglar var. Logger level full. Yəni bütün nə qədər log var, hamısını bizə göstərir. Logger level full işte. Daha sonra yuxarıda video var. Bizim dəyərləri o iki önəm dəyərlərindən. Eyni demək, adreslərdir. Bir də biz bunun içində inject elədik. Client çağırdı. Həmin bayaq yaratmışıq. Bu bütün endpointləri bunun altında çağırdı. Və necə bir dənə bura enable frame client verdik ki, frame client application tərəfindən tanrısında işlətir. Ən sonra da yanın içində daxil olub. Login level, for example, bir commercial client-ə default parametr. Başqa biz belə şey yoxdur. Bir dənə də var. OpenPaint dependency əlavə etdik ki, mənim frame client-in içində bu dəyərlər görülüb istifadə edilir. Yoksa frame client bir hafta bizim proyektimizin coverage yapmayı var. Proyektimizin coverage yapmayı var. İndi ben qaydıram TikTok'a ünitələrində sürüyorum. Burada bizim de liderimden 2000'e sonra bir yaxşı partner şurada ayrı. Üstündə ayrı, burada ayrı. Bir de okey. İndi bax, mənim sizdən tələbim olacaq. Mən 2 dənə proyekt verəcəm sizə, hazır proyektlər. Okey. Mən istəyirəm ki, məndən olsun. Bir dənə proyekt verəcəm. Bu MS verəcəm. Bu MS. Gelin bunu da siz yaradın bir. Çox şey yox. Client'ın konfigində config servisini yaradın. Altı için bak. Hiçbir şey yok. Sizin yazmanızı isterim. Ve yazma təzminiz olsun diyor. Bu proyektlerin ikisini de indirimden kitaba tuşlayacağım. İkisini de linkini size atacağım. Birinci götürmüş proyekt Prospect, bakın burada gelmiş. Aynı şey proyekti burada yaradın. Buna bakın. Buraya yazın.
Bura baxın, bura köçürdü. Baxın, eyni şey kopyalayıb köçürdü. Və düşünərək köçürdü ki, başa düşün bu, burada nə yazıb qalır, nəyə görə bu yazıb qalır. Onu yazıb köçürdük qaradan sonra. Görür tutduz temalı. Sonra təzən başına sıfırdan düz yazmaq. Özünüz sıfırdan yazmağa başlayacaqsınız. Çünki zaten birinci köçürməyə niyə deyirəm? Bir sual verə bilirsiniz ki, köçürdük. Bunu niyə yazmır? Və axırda da nəyi görür ki, işləməsin, niyə işləmir? Səbəbini gedin axtarır. Sual verin, məndən soruşursunuz, sual verin. Bundan sonra görürsünüz fərqi yaradanlar, hamısı da alfa olur, çıxaq gələn. Mən videonu tam hazırladım. Videonu biraz bir söyləyəcəm. Və linkləri silmişəm. Mənim Facebook'la bağlı 2 dənə video var. Bir budur, bir də baxın, belə seçmişəm Facebook'ı. Və burada. Facebook'ı burada keçmişəm, bir linkləri ikisi də var, 2 hissə var. Amma yenidən izah etdim deyə yenidən bura düşürəcəm. Sizə telefon olsun, mənə edib göndərəsiniz. Ancaq ola başa çəkəcəksiniz. Çünki onu eləməsəniz başa düşməyəcəksiniz. Videoya yenidən baxsaz, bir də mən əlavə başqa video izləyəcəm, ona baxsam. Arzuğum dedim. Mən yüklədiyim videoya baxdım. Ardından YouTube videosu atacağım, var, ona baxdım. Ardından dediyim bir buradan yeni app yaradı, sıfırdan oraya köçür. Gəlin yeni proyekt yaradı. Altına qədər heç bir fərq eləməsin. Biz bunu götürüb köçürürük. Bunu nə varsa köçürürük. Mənim o ki, həqiqətən mən işlətdim, informatikasıda işlədim. Bir gəlmirəm, postmana, request atalım. Görək ki, deyilirsə. Bir də mənə həqiqətən hər şey okeydi və aydın. İşləməsə deməli, üstünə görə daha çox sual edəcəm. Yanaşma tərzi olsun, mövcud var. Əsr olar. 2%. Çünki ən sadə, ən rahat və ən effektivdir birinci onu eləmək. Çünki özünüz də kötür yetişsəz və dəmmətli olacaqsınız. Getmir, atacaqsınız. Birinci köçürmək eyb şey deyil. Köçürürsünüz, nəyə görə öyrənmək köçürürsünüz? Yazırsınız, temat, köçürürsünüz, ona görə yazın, ona görə yazın. Sonra özü yazanda daha effektiv şəkildə başa düşmüşsünüz. Yes. Sonra özü başına yazırsınız. Sıfırdan, baxmayaraq. Birinci baxırsınız, bura, burada bax, buraya yazırsınız, buradan bax, buraya. Sonra onu bağlayırsınız, sıfırdan təzən bir əpp yaradırsınız. Başa düşmüşsünüz, özü bir araşdırır, yazırsınız. Ondan sonra sizə tamam baxmıyor. Ən effektiv var. Çünki baxmasanız videoya yenidən xeyri yox. Ən effektiv variantdır. Dəstək olasınız. 40% düşür. Bir video baxın, 80% edirsiniz. Pratikaya geliyorsunuz, 90% dəstək alıyorsunuz. Bu proses belə işlər. Suallar gözləyirəm. Ben senin sual yazdım. Selam. Necə yəni? Başqa proyekt götürə bilərsiniz. Bu əmək mənim dəst boyunca istifadə edib növbət dəstək almışam. Məsələn, Discord-dur, CI/CD-dir. O hamısı bu üstündə geçir. Yəni bu bizim dəst boyunca develop edilmiş. Siz yeni bir şey üstündə işləyirsiniz. Sizə nə var? Bunun üstündə eləməyə ehtiyac yoxdur. Əvvəl bir proyektimiz oldu işləyir. Bunu mən zaten sinifə develop edirəm. Bura toxunmasınız. Əsas bunu paralelli bir özünüz dərs yaratma, onu qaldırma yavaş-yavaş. Bunu paralelli sizə maraqlan bir dərs. Bu general olaraq, yəni ümumi dərs müddətini keçir. Siz amma götürmədən e-commerce alıb başqa bir proyekt yaradır. E-commerce altında produkt yox, başqa bir şey yaradır. Onu yazmağa başlayın.
Canan sende necə döyəcək? Yaxşı, səninlə çağırma. Burada video var. Bir də MSN video var. Bu telefon çağırır. Burada fərqli adlı olsan, burada fərqli adlı olsan. Amma mətn işlətsən, sən də işləyəcəksən, yoxsa yox. Orada nə bilməzsən. Full da bilməzsən. Sən mətn istifadəsində işləyəcək, yoxsa yox. Məsələn, mətn ancaq klasın öz daxilindəki klaslar arasında işləyir. Səncə? İşləyəcək. Çünki sən burada mətn yazdın, diyetin içində. Zaten bu MSN gələn mətn bir necə gəlirsə gəlsin. Burada zaten bu mətnin içində çevirib baxacaq. Ona görə hər bir halda işləyir. Yes. Sonra Məhəmməd sualım odur ki, sən bunu başa düşdün. Bunu yazdım. Okay. Deməli bu verəcəyim təskinə vaxtı təhvil verə biləcəksən. Bazar 25. Bazar gözləyir anlatmasın. Okay. Okay. Bugün mütləq baxmadan yaxşı. Çünki bugün saxlasan sağa baxsan, soyacaq, tutmayacaqsın. Çox olacaq. Ben demişim ben 7-24 sual var diye bakar. Evet yazın nasıl olursa. Bir görüntüye koşulaq o bir bakar. Her zaman. Canan mesela bu olsa bildiği yoksa Canan vapşı okuyabilir. Okay. Her orada size. Peki. Heç nə. Onda əgər başqa sual yoxdursa, mən rekordunu yükləyirəm.